Dostlar, təkrardan əməliyyata daxil olmuşam. Buradan bu dəfə tam yüksəkləri hədəfləmişəm. Bu şəkildə bir görüntüsü var. Hələ ki zərərdəyik. Görək necə olacaq bu əməliyyatın axırı. Bu aşağılarda düşünəcəm görüm stop çəkim yoxsa yox. Hələ ki stopum bəllidir. Belə şey olur. Görək necə olacaq axırı. Bunu çəkməyəcəm axıra kimi. Yekunlaşanda göstərəcəm. Dünən açdığımız long əməliyyata əlavə etdim burada bir dənə də. Burada bir dənə də əməliyyat etdikdən sonra əlavə. Hal-hazırda saxlayıram həmin iki əməliyyatın ikisində. Tepe bölgəm dünən buralardaydı. Sadəcə olaraq bugün çəkdim artıq. Bu vali araya haya qədər çəkdim. Daha garantili olsun. İki əməliyyatım var zaten. Burada CVD-də divergence var idi qiymətlə arasında. O da ekstra bir təsdiqdir bizə. Yəni belə. Hazırda bu əməliyyatımız bura kimi saxlayacağım bugün. Ola bilər ki, birini bağlayayım burada, birini saxlayayım yuxarı. Çünki yuxarı getmə ehtimalı da yüksəkdir düşünürəm. Yaxud da elə ikisini də burada bağlayıb yeni fürsətləri orada axtararıq. Deməli burada NAS yüzdə yox. Əsasən çox da fərq yoxdur bu volume profildə bu dəqiqə. CMA datası ilə bu CFD datasında, amma əsasən analizlərə həmişə CMA-də baxmaq lazımdır. NQ1-də baxıram, ondan sonra fonlarımda CFD-lərdə açıram əməliyyatı. Məsələn CVD divergence-lərə məsələn CMA qrafikində baxmaq daha yaxşıdır, çünki güvənlidir. Yəni burada bəzən saxta divergence'lər ola bilir, fərqliliklər. Və gələk bu volume profile necə istifadə edə bilərsiniz? Qısa ipuçları verim sizə. Məsələn, dünən buradan şortlamışdıq aşağı. Niyə? Çünki ümumilikdə neçə günlük, baxa görə neçə günlükdür bizdə. Mənim hazırda istifadə etdiyim bu volume profile, sağ tərəfdəki volume profile. Baxın. Bu günlük volume profillərdir. Baxın, hər günün bir volume profili var. 1, 2, 3, 4, 5 günlükdür artıq. Bu gündən bir yerdə 5 gündür. Yəni ayın oktyabrın 2-si, Azərbaycan saati oktyabrın 2-sindən indiyə qədər olan həcmi göstərir sağ tərəfdəki bu volume profil mənə. Və burada mənə volume profilin dərsimiz gələcək. İndidən elə belə danışım. Dərsə baxandan sonra təkrar baxarsınız. Yəni biz volume profildə baxıram. Ən sadə istifadəsi bu şəkildədir volume profilin. Bir fərqli istifadələr də var. Ən sadə şəkildə məsələn range'lərdə, yəni bu şəkildə yığılmalar olan zaman qrafikdə, məsələn baxırsınız günbəgün ard-arda belə bir yerdə yığılır, yuxarı aşağı gedir. O zaman volume profili çəkirsiniz həmin günlərə və sizə göstərir ki, həmin o 5 günlük, 4 günlük müddətdə ən çox 70% həcm hardadır? Qiymətin maraqlı olduğu nöqtələrdir buralar. Yəni qiymət həmişə oralarda olmaq istəyir ki, çünki biz aksiyon market teorisi dərsini keçəndə biləcəksiniz ki, niyə oralarda olmaq istəyir. Daha sonra qiymət bu həcm dəyər zonasından kənara çıxanda, buralara çıxanda, yaxud da buralara çıxanda, əgər yoluna davam etməyəcəksə hələ də, təkrardan qayıdır həmin dəyər zonasına, çünki orada likvidliyi çoxdur və istədiyi kimi market orderlərini uyğunlaşdıra bilir. Belə, biz də ona görə məsələn kənarlarına çıxandan sonra birbaşa demirik qayıdacaq bura. Görürük ki, əgər burada bizə təsdiq verir aşağı yönlü, bu zaman təkrardan içəriyə daxil olma ehtimalını trade edirik. İçəri daxil olandan sonra adətən bir digər tərəfinə doğru gedir, yaxud da volume profile VPOC-yə doğru gəlir. Bu volume point of control nöqtəsidir. Bura kimi gəlir. Bunlar haqqında dərslərimiz olacaq. Məsələn, CVD istifadə edirsiniz deyək ki. Yaxud nəsə istifadə edirsiniz. O ICT ola bilər, fərqi yoxdur. Ürəyiniz istəyən bir təsdiqinizi bu şəkildə range günlərində siz qrafikinizdə həcmin maraq zonasının harda olduğunu çəkib bu ICT-də məsələn trade eləyənlər bilər.
dediyimi, premium discount bölgələr, ucuz bahalı bölgələr. Bu volume profile məntiqində də həmin ucuz bahalı bölgələr bura düşünə bilərsiniz. Məsələn, deyək ki, value areanın xaricdən çıxdı, yuxarısında ən ucuz, daha doğrusu ən bahalı bölgələr buradadır. Buradakı satış fürsətləri daha dəyərlidir bizim üçün və yaxud da aşağıda value area low-un altına keçəndə buradakı alış fürsətləri daha dəyərlidir bizim üçün bu dəyər zonasına doğru. Burada məsələn CVD absorption verəndə təkrardan aşağıya doğru əməliyyatlar aça bilərsiniz, yaxud da aşağıda eyni məntiqlə. Ümumilikdə order flow haqqında məsələn, volume profile ən yaxşı bizim göstəricilərimizdəndir. Bu adi göstəricilərə ağlınız getməsin, RSI və s. kimi deyil. Bu order flow təməlli göstəricidir. Yəni marketin bir parçasıdır sadəcə. Yəni qrafikimizdə sadəcə bunu seçməliyik biz. Yəni bu hər hansısa əlavə bir şey deyil. Bu əslində bizim qrafiklərimizdə olmalıdır ki, biz marketdə alqı-satqını görə bilək. Harda daha çoxdur. Daha sonra TPO ilə biz qiymətin hara getmək istədiyini, haralarda olmaq istədiyini görə bilirik. Daha sonra bunlarla volume profile ilə və TPO ilə daha çox yönümüzü, istiqamətimizi təyin edirik. Qiymətin harada olmaq istədiyini, hara getmək istədiyini görməyimizə imkan yaradır. Daha sonra footprint DOM ilə də biz artıq alt zaman order flow-la əməliyyatlar aça bilirik. Yazılar əməliyyat ekranı bağlayıram. Şey olacaq. Yuxarı gedəndə təzən yaxınlaşında başlayaram. Və əməliyyatımız artıq uğurla nəticələndi. 1.58, ikinci əməliyyatımızda 2 arlıq bir əməliyyat oldu. Totalda 3.6 arlıq bir əməliyyatımız uğurla yekunlaşdı. Dünən buradan shortlamışdıq və dünən elə günün sonuna yaxın mən buradan 2 dənə long əməliyyat açmışdım. İlkin hərflərim buralar idi. Saxlasaydım zaten gəlirdi. Sadəcə olaraq dəyər zonası dəyişdiyi üçün risk atmadım əməliyyatları. 2 dənə olduğu üçün də saxladım bura kimi mənim üçün yetərli idi zaten. Və hər ikisi də uğurlu şəkildə nəticələndi. Analizləri bu arada CMA datasına əsasən edib açıram. TradingView datası, həcm dataları doğru olmaya bilir. Ona görə də həmişə CMA datası ilə analizləri eləyin siz də. CFD brokerdə açıram əməliyyatları fon hesabında. Toplam nə qədər kar elədik bugün bu iki əməliyyatdan? Toplam 1100, ikisi bir yerdə 1166 dollar 20 sentlik xeyirlə bağlanıb. Sadəcə olaraq dünən axşam açdığım üçün swap yazıb 2 əməliyyata. 2 əməliyyata 50 dollar mənfi swap yazıb komissiya kimi. Swap 50 dollar çıxdan sonra 1116 dollar net profitlə bağlanmış olur əməliyyatlarımız. Belə uşaqlar, yəni ən sadə şəkildə həzm profili ilə, yəni sadə izahımdan həzm profilinə əsasən, izahıma əsasən bu şəkildədir. Yəni dəyər zonası xaricində satırıq. Yuxarıdan əgər bizə konfirmasiya verirsə, dəyər zonasının altına keçdiyi zamanda buradakı alış konfirmasiyaları ilə təkrardan dəyər zonası daxilində digər tərəfinə doğru əməliyyatlar aça bilərik.